Hamınızı salamlayıram, hörmətli məni izləyənlər. Belə bir naxşı istəyirəm bugün sizə göstərim. Bu naxşı da jaketə, jiletə, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz. Toxunuşu da çox asandır. İlməkləri də tək-təkdir. Formada bir tərs, bir düz ilməkləri var. Kim nə qədər istəsə orada da toxuya bilər. Rezinka hissəsini də mən bu formada toxumuşam. Siz rezinka toxuya bilərsiniz, tərs düz də toxuya bilərsiniz. Bu jaket içindir, bir tərəfidir jaketin. Burada ilgəklər yoxdur, bu düymə tikilən tərəfidir. Bunun içindir, indi mən belə milimin üstə yığmışam. 18 ilmək yığmışam. Mən indi o rezinka hissələrini göstərən deyiləm. Naxışı göstərəcəm təkcə. Bunun içindir mən bir tərs, bir düz toxuyuram. Birinci tərs, rezinka toxuyan deyiləm, göstərən deyiləm rezinkanı. Bir düz. Bir tərs, bir düz. Sıranın axıra qədər formada toxuyuram. Bu rezinka hissəni necə istəyir ürəyiniz o cürdə toxuya bilərsiniz. Mən indiki sıra toxuyacağım ki, belə görünsün. Yəni toxunmamaq da olar rezinkanı, ona görə ki, bu düz dayanan bir naxışdır. Hər ikizdən eyni toxunur. Heç bir dəyişiklik olmur. Hər ikizdən eyni toxunur. Mən indi birinci sıranı toxuyuram. Axıra qədər belə. İndi tərs üzdən birinci ilməyi götürürəm. Bu ilmənin, düz ilmənin buradan yox, onun altındakindən çıxardıram. Tərsi toxuyuram. Düz ilməkləri hamısını bu formada toxuyuram. Bu altındakı ilməyi oradan götürürəm. Tərsi toxudum. Yenə düz ilməyin buradan götürürəm. Tərsi toxuyuram. Axıra qədər bu formada toxuyuram. Bu kənarı da kənar ilmək kimi toxuyuram. İndi bu üzdən də yenə kənarı götürürəm. Bura indi düz üzüdür. Eyni toxunuşdur hər iki üzdən. Burada da ilməni buradan mil üstündən yox, onun altındakı ilməkdən götürürəm. Tərsi toxuyuram. Yenə altdakı ilgəyi götürürəm. Kənarı da yenə tərs toxudum. Buranı bir neçə ilmək istəsəz toxuya bilərsiniz. Mən bu formada toxumuşam.
Bu uzunluqda bu ilməkləri sıraları neçə sıra istəsəz o qədər də toxuya bilərsiniz. Sonra oradan naxışı göstərirəm. İndi bir neçə sıra da toxuyacağım mən buradan. Mən indi bunu çox uzatmaq istəmirəm. Bu qədər toxudum. Kim nə qədər istəyir uzunluğunu buracan toxuya bilər. İndi mən buradan kənarı götürürəm, düz üzdü bura. Bütün ilməkləri hamısını tərs toxuyuram. Bu formada düzləri də, tərsləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən də yenə bir sıra tərs toxuyuram hamısını. Kənar ilməyində yenə tərs toxudum. Belə formada belə bir naxış alınır. İndi buradan bir sıra da göstərəcəm toxuyub. Təzədən burada necə eləmişiksə formada da eyni şeyi təkrarlıyor. Kənarı götürürəm. Bu düz ilməkdir. Düz ilməyin burada birinci ilməyi bu ilmənin üstündəki götürürəm. Buradan alttan bunu tərs götürürəm. Birini tərs götürürəm. Yenə bu ilmənin altındakı ilməkdən götürürəm. Birini tərs toxuyuram. Axıra qədər bu formada toxuyuruq yenə. Heç bir dəyişiklik yoxdur. Toxunması da çox asandır. Nəyə istəsəz də toxuya bilərsiniz. Kənarda yenə tərs toxuyuram. Tərs üzdən yenə eyni şeydir. Təkrar eləyirik. Kənarı götürürəm. Hər iki üzdən eyni toxunuşdur. Hər iki üzdən. Düz ilməkləri ikinci ilməkdən götürürük, tərsi toxuyuruq. Tərsi toxudum. Yenə kənarda tərs toxuyuram. Belə bu formada bir naxış alınır. Biraz çox toxuyandan sonra daha yaxşı seçilir naxışlar. Bu formada belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bərən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.